Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Adım Kristinadır. Mən ailədən gəlmə yəhudi baxıcıyam. Kanalımda müxtəlif cür rituallar, proqnozlar, baxımlar paylaşıram. Əgər sizə maraqlıdırsa abunə ola bilərsiniz. Həmçinin Instagram üzərindən şəxsi baxımlar üçün müraciət edə bilərsiniz. Instagram səhifəmin adı və linki göstərilir videomun altında. Keçid edib əlaqə saxlaya bilərsiniz. Bürclər üzərindən proqnozları mən Telegram kanalım üzərindən edirəm. Deməli, bugünkü videoda isə mən may ayında sizi nə gözləyir ona baxacağım. 3 variant olacaq. Siz 3 variantdan birini seçəcəksiniz. Deməli, bu sizin intuisiyanıza dayanıqlı bir videodur. Yəni sizin seçiminiz, intuitiv seçiminiz çox vacibdir. Çalışın intuitiv seçin. Deməli, seçiminizi edin. Əgər sizə daha çox vaxt tələb olunursa, videonu dayandıra bilərsiniz. Seçiminizi etdikdən sonra davam edə bilərsiniz baxmağa. Mən sizə çox gözləmək istəmirəm. Xatırlatmaq istəyirəm ki, bu intuitiv seçimdir. Yəni sizin seçiminiz çox vacibdir və ümumi baxımdır. Deməli, birinci variantdan başlayıram. Birinci variantdan. Deməli, birinci variantı tutan insanlar üçün, deməli, birinci variantdan ay boyu çoxlu, yəni tez-tez baş verən hadisələrin bol olacağı bir ay gözləyir. Yəni tez-tez dediyim, yəni ani gözlənilməz hadisələrin bol olacağı şeylər gözləyir sizi. Həmçinin də deməli çoxdan uzanan bir, yəni nəticəsiz bir məsələlər var idisə, onların da nəticəyə artıq gəlməsi ola bilər. Bu həm pozitiv, həm negativ ola bilər. Yəni sizin situasiyanıza bağlıdır, amma burada yəni çoxsunda pozitiv kimi olacaq, yəni belə görürəm. Həmçində qeyd etmək istəyirəm ki, deməli burada sizin deməli çoxdandan planladığınız hansısa yol var idisə, o da ola bilər, yəni o da olacaq. Həmçinin də qısa yolların tez-tez bol olacağı bir ay gözləyir. Deməli uzaq yol istəyirdinizsə, heç cürə alınmırdısa, o alına bilər, artıq nəticəyə gəlib çıxa bilər. Həmçində qeyd etmək istəyirəm ki, deməli burada şəxsi həyatınızda gözəl hadisələr olacaq, amma burada bir dənə şeyi qeyd etmək istəyirəm ki, deməli əgər siz təksinizsə, misal üçün, siz təksinizsə, sizin qabağınıza çıxan insan duygusal baxımdan deyil də daha çox məntiqi baxımdan sizə uya bilər. Yəni məntiqi baxımdan yaxşı şeylər baş verə bilər şəxsi həyatınızda. Deyək ki, təksinizsə, bu məntiqinizə uyğun, yəni sizə uyğun bir insanın çıxmağı ola bilər. Sizə həyat tərzi olaraq, fikir olaraq uyğun bir insan çıxa bilər qabağınıza. İlişkidəsinizsə, məntiqli şeylər, yəni duygusal deyil də deyək ki, danışıq bol olacaq. Amma bu danışığın daha çox, deməli, necə deyək ki, evimizi düzəldək, necə misal üçün maddiyyatımızı irələtdirək, həmçinin deməli, maddiyyata uyğun mövzular olacaq danışıq olaraq, yəni siz və partnyorunuz arasında, yəni bütün hansısa məsələlər, görüşlər maddiyyata daha çox dayanacaq. Burada həmçinin siz partnyorunuzdan yaxşı maddi hədiyyələr, yaxşı maddi hansısa görüşlər apara bilərsiniz. Deyək ki, sizi çağırırlar, amma yaxşı yerə çağırırlar. Sizə daha çox pul xərcləyirlər ay boyu. Yəni burada belə bir şey ola bilər. Bəzi insanlarda isə belə olacaq ki, onlarda ümumiyyətcə şəxsi həyat ikinci plana keçəcək və onlarda daha çox maddiyyat və maddiyyata uyğun mövzular daha çox gündəmdə olacaq. Deyək ki, görüşləri daha çox maddiyyata dayanıqlı ola bilər və həmçinin bir dənə də şey nəzərə çatdırmaq istəyirəm ki, dediyim o əvvəl dediyim misal üçün
əgər təksinizsə, sizə uyğun insanın rastınıza çıxmağı mövzusunda, bu maddi görüş sırasında da tanışıqlıq ola bilər. Deyək ki, harasa gedirsiniz, ödəniş almalısınız ya da hansısa məsələ hansı ki maddiyata dayanıqlıdır, o məsələ sırasında, danışıq sırasında elə tanışırsınız sizə uyğun bir partnyorla. Həmçində dediyim kimi, bəzi insanlarda isə olacaq ki, çünki bu ümumi baxımdır, çox növdə insanlar baxır. Bəzi insanlarda belə olacaq ki, onlar ümumiyyətcə ikinci plana, arxa plana gedir şəxsi həyat. Daha çox maddiyatımı irəlilətdirim, daha çox inkişaf eləyim, karyeramı inkişaf elətdirim, özümü inkişaf elətdirim. Yəni burada daha çox özümüzə yatırım, həyatımıza yatırım, öz həyatımızı gözəlləşdirmək, maddi baxımdan irəliləmək, karyera baxımından irəliləmək, hansısa perspektivlər, təzə perspektivlər əldə etmək. Yəni bununla bağlı daha çox danışıqlıqlar, görüşlər, yəni maddiyat daha çox, yəni maddiyat ağırlığı verən bir görüşlər olacaq və bununla bağlı şəxsi həyat biraz arxa plana keçəcək, yəni o qədər də vacib olmayacaq. Yəni bu bəzi insanlarda belə olacaq, bəzilərində isə hətta şəxsi həyat varsa, deyək ki, arxa plana keçmirsə, ilk sıradadırsa, orada da maddiyata dayanıqlı mövzular bol olacaq. Yəni burada belə görürəm mən. Deməli, maddiyatınızda isə ümumiyyətcə maddiyatınızda çox gözəl, yəni maddi qazancların bol olacağı bir ay gözləyir. Yalnız bunlar fərqli yerlərdən gələ bilər sizə. Deyək ki, misal üçün sosial şəbəkələriniz varsa, bu sosial şəbəkələr üzərindən ola bilər. Həmçinin deyək ki, siz işləyirsinizsə, tək gəlir mənbəyi varsa, hansısa ikinci, üçüncü gəlir mənbəyi də əldə edə bilərsiniz. Yəni hansısa başqa yerlərdən də pulun gəlməsi var ay boyu. Yəni təkcə bir yerdən deyil də, bir neçə yerdən gəlməsi və həmçinin də internet və sosial şəbəkələr üzərindən olunan hər hansı bir məsələ sizə pul gətirəcək. Yəni burada əgər fikirləşmirdinizsə sosial şəbəkələrə aparmağı, burada fikirləşə bilərsiniz. Çünki burada yaxşı gəlir mənbəyi ola bilər. Həmçinin də burada estetika ilə bağlı, deyək ki, misal üçün gözəlliklə bağlı, gözəllik salonu, gözəlliklə bağlı hər hansı bir biznesin yaxşı sizə pul, maddiyat gətirəcəyi də göstərilir. Bu təkcə gözəllik salonu olmaya bilər. Misal üçün paltar tikişi, qulluq, özünə qulluq, deyək ki, dekor, bunlarla bağlı bütün məsələlər yaxşı gəlir mənbəyinə çevrilə bilər. Ona görə nəzərinizə bunu çatdırıram. Həmçinin qeyd etmək istəyirəm ki, misal üçün, əgər siz deyək ki, tək gəlir mənbəyiniz var, amma başqa gəlir mənbəyi düşünmürdünüzsə, bunu da düşünməlisiniz. Çünki burada bir neçə xırda ödənişlərin məhz o yerdən gələcəyi göstərilir. Yəni bunu fikirləşin, çox gözəl olacaq sizin üçün. Amma belə də mən görürəm ki, çoxlu bir neçə, yəni sferadan alınmasıdır. Yəni tək bir sferadan deyil də bir neçə sferadan pulun alınması ola bilər. Bu həmçinin deyək ki, elədiyiniz işlə də bağlı olmaya bilər. Deyək ki, kimdənsə pul gözləyirdiniz, həmin bu ay təkcə maaşınızı deyil də o insandan da pul gəlir, alınır bir neçə yerdən gəliriniz, yəni pul əldə edirsiniz bir neçə yerdən. Belə də ola bilər. Ya da hansısa dövlət qurumundan da kömək üçün müraciət edirsiniz, onu da alırsınız, öz deyək ki, hansısa öz qazancınız da var, onu da əldə edirsiniz, alınır bir neçə yerdən gəliriniz. Bu belə. Qeyd etmək istəyirəm ki, iş və ya təhsildə burada təzə başlanğıcların bol olacağı, yüngül hansısa qeyd etmələr, yüngül işlər, hansı ki sizə daha çox pozitiv emosiyalar bəxş eləyəcək. Yəni burada çətinlik görmürəm, heç bir problem görmürəm. Yalnızca təzə işlər çıxırsa qabağınıza, bu işlərə atılğan olmağınız tövsiyə olunur. Yəni bu işlərdən yaxşı gəlir mənbəyi də ola bilər sizin üçün. Yəni iş və ya təhsilinizdə təhsildə, yəni gəlir mənbəyindən savayı bu perspektiv deməkdir. Yəni gələcəkdə sizə bu maddiyat gətirə bilər.
Yəni ona görə belə şeylərə nəzərə, yəni belə şeylərə diqqət yetirirsiniz. Deyək ki, oxuyarkən də elə proyekt çıxa bilər ki, qabağınıza uzun müddətdə, yəni uzun vadədə sizə yaxşı gəlir verə bilər. Yəni bu həmçinin uşaqlardan olan öyrətmək kimi, misal üçün oxuyursunuzsa, siz başqa özünüzdən yaşca kiçik ya da başqa insanları öyrədərək yaxşı perspektivlər əldə edə bilərsiniz, təcrübə əldə edə bilərsiniz. Belə şeylərdə marağınız yoxdursa, çalışın özünüz biraz sabaha fikirləşməyən insansınızsa, burada bunu yığışdırmağınız əksinə tələb olunacaq. Yəni çünki fərqli insanlar baxır, bunu da qeyd etməliyəm. Burada əksinə etməlisiniz. Burada əgər özünüz belə laqeyd insansınızsa, əşi neynirəm, dərsi filan, onu neynirəm, bunu neynirəm. Burada əksinə gərək buna diqqət yetirəsiniz. Bu vacib olacaq. Yəni burada daha ciddiləşəsiniz. Bunu yəni yüngül yanaşmanızı dəyişəsiniz, gərək ciddi yanaşmağa. Bəzi insanlarda isə əksinə olacaq ki, onların yüngül şeylərin bu olacağı ay gözləyəcək. Yəni deyək ki, iş o qədər də çətin olmayacaq, təhsil o qədər də çətin olmayacaq. Yəni hər şey yüngülündə gözəl gedəcək. Yəni heç bir problem, heç bir sıxıntı ya da heç bir deyək ki, baryerlər olmayacaq qabaqlarında. Ay boyu seçim də qabağınıza çıxa bilər. Yəni hansısa qərar seçim etməli olacaqsınız və bu seçim də maddiyyata, yəni bu qərar vermə, seçim ya da kimdənsə qərar gözləməyiniz maddiyyata dayanıqlı ola bilər. Hətta deyək ki, misal üçün bu şəxsi həyata da aiddirsə, bu daha çox yenə də məntiqə və maddiyyata dayanıqlı bir seçim olacaq, qərar olacaq. Deyək ki, bu insan mənə yaşayış üçün uyğundur ya yox, ya da o insan sizi belə qiymətləndirə bilər. Bu mənə uyğundur ya yox, bu insanla gələcək qura bilərəm ya yox. Yenə də bu maddiyyata dayanıqlıdır. Məntiqən biz fikirləşəndə ki, bizə uyğundur ya yox, yenə də bu istər-istəməz maddiyyata dayanıqlı olur. İkinci varianta keçid etmək istəyirəm. Deməli, ikinci variantı seçən insanlar üçün burada maddiyyatda sizi gözəl hadisələrin yaşanacağı bir ay gözləyir. Yəni maddiyyatdan həm yüklü miqdarda pul ala bilərsiniz, həm o pulu gözəl xərcləyə bilərsiniz. Yəni burada maddiyyatdan yaxşı qazanc mənbəyi əldə etmək, yaxşı hansısa pullar, hansı ki kiçik məbləğ deyil, yəni böyük məbləğ ola bilər, ya da sizin üçün qane edici məbləğ ola bilər, hansı ki sizi tamamilə qane edir. Burada maddiyyatdan sizi çox gözəl bir ay gözləyir. Yəni bunu demək istəyirəm. Şəxsi həyatda hər hansı bir deyək ki, məyusluğunuz var idisə, problemlər var idisə, hansında ki siz deyək ki, hansısa insanla ilişkiniz alınmırdısa, o alınacaq. Ya da ki, o insanla deyil də başqa insan çıxır, ondan daha yaxşısı və sizi tamamilə qane edir. Burada sevindirici, çox gözəl hadisələr olacaq şəxsi həyatda. Yəni burada təksinizsə, qabağınıza yaxşı bir insan çıxacaq. İlişkidəsinizsə, qane etmirsə sizi, ya o insanla aranızı düzəldirsiniz, ya da ki, ayrılıb tamamən, amma daha yaxşı variant çıxır qabağınıza, hansı ki sizi daha çox sevindirir və daha çox şəxsi həyatda qane edir. Yəni burada çox sevindirici, gözəl şeylər olacaq. Həmçində qeyd etmək istəyirəm ki, burada deməli hansısa ilişki qurduğunuz insanla ayrı idinizsə, deyək ki, hansısa distansiya var idisə və darıxırdınızsa, bu artıq qurtara bilər. Bu insanla qovuşa bilərsiniz, görüşə bilərsiniz və bu sizə sevindirici, gözəl anlar bəxş edə bilər. Yəni çoxdandandır ki, o insan xəbər vermirdisə, anidən xəbər verə bilər, sevindirə bilər sizi. Və həmçinin də qeyd etmək istəyirəm ki, burada deməli şəxsi həyatınızda görmədiyiniz şeyin artıq görüb də bu sizə yaxşı emosiyalar bəxş edə bilər. Deyək ki, bir insan vardı, sizin ilginizi qazanmaq istəyirdi, amma siz o insanı görmürdünüz.
artıq görüb də o insanla ilişki qurub artıq gözəl bir ilişkiyə başlaya bilərsiniz. Yəni burada bir şeyin görünməməsi problem yaradırdı və o artıq o şeyi görməyiniz şəxsi həyatınızda, yəni o məqamı görməyiniz, o insanı görməyiniz sizə çox böyük sevindirici emosiyalar bəxş edəcək may ayında. Deməli, burada işdə və ya təhsildə biraz problemlər ola bilər. İş və ya təhsildə sizin biraz nəyisə görməməyiniz, nəyisə diqqət yetirməməyiniz problem ola bilər. Yəni deyək ki, hansısa səhv buraxırsınız, ona diqqət yetirmirsiniz. Hətta sizə deyə də bilərlər ki, diqqətli ol, niyə belə diqqətsizsən, artıq özünü topla, yəni belə biraz ola bilər. Həmçinin də burada deməli İş və ya təhsildə həmçinin çox vacib bir məqam olacaq ki, bir neçə işi eyni anda etmək ya da bir neçə işə fokuslanmaq vacib olacaq. Bu həmçinin deyək ki, birinci işdə işləyirsinizsə, artıq ikinci işi də tapmaq məcburiyyətində qalacaqsınız ya da ikinci işi də görürsünüz. Deyək ki, gündüz adi işdə işləyirsiniz, dövlət işində, axşam hansısa blog açırsınız, blog aparırsınız. Blog dediyim, yəni sosial şəbəkələrdən aparırsınız. Bu da sizə gəlir gətirir. Yəni bunlar ikisi də iş sayılır. Sadəcə fərqli pozisiyalardır. Ona görə belə ola bilər. Həmçində eyni işdə bir neçə işi idarə etmək, yəni bir neçə proyekt olsun, bir neçə məsələ olsun, onları eyni anda idarə etmək vacib olacaq və həmçinin də bu təhsilinizdə də ola bilər ki, tək şeyə deyil də bir neçə işi, yəni bir neçə fəndən ya da bir neçə məsələ hansı ki təhsilinizdə çıxır, onları həll etməlisiniz. Yəni bu tək deyil, yəni bir neçədir. Həmçinin də qeyd etmək istəyirəm ki, burada biraz sizi məyus edici şeylər ola bilər. Yəni anidən istəmədiyiniz şey bitə bilər, qutara bilər. Yəni bununla bağlı biraz məyus edici şeylər ola bilər. Həmçinin də qeyd etmək istəyirəm ki, var olan hansısa ilişkidə ya da insanlarla qurduğunuz ünsiyyətdə bitmələr ola bilər. Yəni bu odur ki, biz çevrəmizi dəyişirik, insanları dəyişirik, yəni ətrafımızda olan insanları dəyişirik, başqa insanlar gəlir çevrəmizə. Amma bu biraz bizi məyus edici hal kimi gələ bilər. Yəni alışma prosesidir. Bunlar hamısı biraz vaxt alır. Onun üçün bu sizi biraz məyus edə bilər. Amma bu çox da negativ bir şey deyil. Bu yalnız sizin hansı nöqtədən baxdığınıza bağlıdır. Üçüncü varianta keçid etmək istəyirəm. Deməli, ay boyu sizi burada çoxlu insanların, yəni başqa insanların həyatınıza müdaxiləsi olacağı bir ay gözləyir. Deməli, diqqət yetirməli olduğunuz vacib olan insanlardan deməli su ünsüründən olan insanlardır və həmçinin də torpaq ünsüründən olan insanlardır. Su ünsürü balıq, əqrəb, xərçəng ola bilər. Torpaq ünsüründən deməli boğa, oğlaq və qız ola bilər. Yəni bu insanlara diqqət yetirirsiniz. Deməli uşaqlarınız varsa, evlisinizsə uşaqlarla bağlı olan məsələlər, həmçinin boşanmış da olsanız belə uşaqlarla bağlı məsələlər gündəmdə olacaq və həyat yoldaşınızla bağlı olan məsələlər də həmçinin gündəmdə olacaq. Həmçinin qeyd etmək istəyirəm ki, misal üçün siz cavansınızsa, evliliyi düşünmürsünüzsə, burada evliliyə həm uyğun insanlar ola bilər, qarşınıza çıxa bilər, həm də ki, bu insanlar sizə hətta eyni, deyək ki, birinci baxışda əgər sizə məsuliyyətsiz insan kimi görünsələr belə, bu insanların çox da yəni göründüyü kimi olmadığı göstərilir burada. Yəni bu insanlar sizə evlilik üçün, ailə qurmaq üçün çox uyğun ola bilər. Yəni buna diqqət yetirin. Həmçində qeyd etmək istəyirəm ki, deməli
şəxsi həyatda belə şey ola bilər ki, yəni şəxsi həyatla bağlı. Burada da şəxsi həyat biraz axsaya bilər nə baxımdan? Deyək ki, ikinci növ insanlarda ola bilər, kim ki bu variantı tutub. Onlarda belə ola bilər ki, ailədə baş verən məsələlər sizin şəxsi həyatınıza çox təsir eləməyə başlayır və şəxsi həyat biraz arxa plana keçir. Onların sizin deməli həyatınıza və şəxsi həyatınıza qatışmağı ilə bağlı. Yəni onlarla olan məsələ ya onlar təsir göstərir, ya da ki onlarla olan məsələ o qədər həyatınızı tutur ki, heç şəxsi həyata vaxt ya da enerji qalmır. Deməli, sizin ay boyu gözəl emosiyalar yaşayacağınız göstərilir. Burada həmçinin ani hadisələrin bol olacaq, yəni gözlənilmədən bir hadisənin baş verəcəyi də göstərilir. Amma bu anidən baş verən şey həm pozitiv, həm negativ ola bilər. Amma duyğusal olaraq ay boyu siz özünüzü gözəl hiss edəcəksiniz. Amma konkret bu hadisə həm negativ ola bilər, həm pozitiv ola bilər. Yəni belə bir şey də ola bilər ki, misal üçün anında sizə negativ göstərilir, amma uzun vadədə sizə xeyrinizə olur bu hadisə. Yəni belə şeylər də ola bilər. Misal üçün, hansısa iş yerindən biz çoxdandan da çıxmaq istəmirik, uzadırıq, yuvandırırıq və anidən iş bitir, qutarır. Yəni ya sizi işdən çıxardırlar, ya da özünüz anidən qoymalı olursunuz. Amma bu sizin xeyrinizə ola bilər uzun vadədə. Amma ana baxsaq, o anda bizə pis hadisə kimi göstərilir. Yəni bizə negativ kimi göstərilir. Bu bir misaldır. Bu hər şeyə aid ola bilər. Sizin şəxsi həyatınıza aid ola bilər. Yəni mən sizə bu prinsipi başa salıram ki, siz bu prinsipi başa düşəsiniz ki, sizin deməli indi anında negativ kimi gördüyünüz şey uzun vadədə sizin xeyrinizə və pozitiv ola bilər. Amma burada sözsüz bu ani hadisə baş verəcək və bu ayın çox belə vacib nöqtəsi olacaq. Yəni ən sizə yadda qalan ayın hadisəsi olacaq ki, bu anidən hansısa hadisənin baş verməyidir. Amma emosional olaraq siz gözəl hiss edəcəksiniz. Yəni emosional olaraq sizin gözəl duyğular sizə gözəl duyğular bəxş edəcəyi bir aydır. Həmçində şəxsi həyatda gözəl hadisələr baş verə bilər. Amma bu yalnız o təqdirdə ki, siz özünüzdə o şəxsi həyata fokuslanırsınız. Yəni əgər siz istəmirsinizsə, yəni bizim özümüzdən də çox şey asılıdır. Onda olmayacaq. Deməli, qeyd etmək istəyirəm ki, həmçinin maddiyyatda sizin deməli duyğusal emosional sferanız təsir göstərəcək sizin maddiyyatınıza da. Həmçinin burada duyğusal alış-verişlərdən qaçının. Çünki o duyğusal alış-verişlər biraz sonrasında sizə yəni olur da, yəni marketinq addımı kimi sizin emosiyalarınıza təsir göstərirlər. Siz hansısa alış-veriş edirsiniz, trenddə olan, amma sonrasında baxırsınız ki, işte o qədər də yaxşı bir şey deyildi. Və həmçində qeyd etmək istəyirəm ki, burada sevdiyiniz insanlar sizə maddiyyatda dəstək göstərə bilər. Sevdiyiniz insanlar sizə həm əl uzada bilər, həm də sizi motivasiya edə bilər daha çox qazanc əldə etməyə, ya da o insanlara siz xərcləmə edə bilərsiniz. Yəni bəzi insanlarda tərsinə olacaq ki, həmin o sevdiyiniz insanlara xərcləmə edə bilərsiniz. İş və ya təhsilinizdə çoxlu qısa, yəni balaca şeylərin toplanıb da yekə bir kom deyirlər, yəni böyük bir şeyə çevrilib də üstünüzə yığılması kimi bir problemlər ola bilər. Yəni deyək ki, bir neçə işi eləməlisiniz, amma onların hamısının eyni anda üst-üstə gəlməyi sizə biraz yorucu gələ bilər və biraz problem yaşada bilər. Yəni problem nə baxımdan? Yəni duyğusal olaraq bu sizi yorğunluğa gətirib çıxarda bilər ki, onu da eləməliyəm, bunu da eləməliyəm, bunu da daha seçin qaçmalıyam, onu da eləməliyəm. Yəni bunların bir neçə olmağı, həddindən artıq çox olmağı sizə biraz məsələ yarada bilər. Yəni məsələ dedikdə yorğunluğunuza gətirib çıxarda bilər. Təhsil dedikdə bir neçə məsələ təhsilinizdə də ola bilər. Deyək ki, bir neçə fənn imtahan verməlisən, onu da hazırlaşmalısan, bunu da eləməlisən, orada getməlisən, bunu da eləməlisən. Həmçinin bu iş üçün də aiddir. Bir neçə işin, bir neçə məsələnin həmin işdə həll olunması sizə biraz
çox yoğun keçəcək. Yəni onu demək istəyirəm ki, ay boyu iş və ya təhsillə olan məsələlər yoğun olacaq. Əgər işiniz yoxdursa belə müraciətləriniz çox ola bilər. Yəni orada getməliyəm, bu insanla da görüşməliyəm, o birisiylə də görüşməliyəm ya da eyni işiniz üçün, yəni lazım olan sizə iş üçün misal üçün bir neçə quruma getməlisiniz. O quruma getməlisiniz, bu quruma getməlisiniz. Yəni bir neçə məsələ çıxacaq və onların həlli sizi gözləyir.